Salam trenlər, bu videoda fizika inkişaf blokunda qarşılaşa biləcək 3 vəzif sual tipinə baxacaq. Suala bir atım şəkildə izah edəcəm ki, suala daha rahat və daha ətraflı bir şəkildə başlaya bilərsiniz. Bir xatırlatma da edeyim ki, əgər belə videoların davamını istəyirsinizsə, video bəyənməyi, kanala abunə olmağı və videolara şərh yazmayı unutmayın. Bunu etməklə mənə çox böyük dəstək olmuş olarsınız. O zaman vaxt itirmədən başlayaq. Deməli, ikinci birinci sualımızdan başlayaq. Naqil çərçivə sabit sürətli bir cism hadisəsinə daxil edilir və oradan çıxarılır. Çərçivədə yəni induksiya elektrik hərəkət qüvvəsinin zamanlaması qrafikidir hansıdır? Biz ilk öncə burada baxırıq şəklə. Görün ki, naqil ilk dəfə daxil olanda burada maqnetik indüksiya vektorları artır. İçəriyə doğru getdikcə, yəni içəridə olan maqnetik indüksiya vektor dəyişimi, yəni B bərabər konstant olduğu kimi qalır. Ancaq çıxdığı zaman artıq çıxanda artıq maqnetik indüksiya vektor artıq get-gedə azalır çünki xaricə doğru çıxır. Deməli, onda bəlkə ki, birinci halda maqnetik indüksiya vektoru artır, ikinci halda maqnetik indüksiya vektoru dəyişimi çünki içəridə də olduğu kimi qalır. Amma üçüncü halda olanda nə olur? Üçüncü halda olanda. Bu artıq xarici mühitə çıxdığı üçün maqnetik indüksiya vektoru get-gedə azalır. İndi mən ilk öncə burada elektrik hərəkət qüvvəsinin düzsünü yazıram. Epsilon bərabərdir delta fi bölünsün delta t. Amma mənfi olan. Mənfini də burada yazıram. O da bərabər. Delta fi nədir? Bs-dir. Bs bölünsün delta t, mənfi də qabağında. İndi mən ilk öncə burada baxım nəyə? Görürəm ki, B əgər artırsa bu nə deməkdir? Yəni bu müsbətdir. B azalsa bu da nədir? Mənfidir. Mən ilk öncə birinci hala baxıram. Mən də burada epsiloninin t'dən asılı qrafini bu arada burada çəkirəm. Epsiloninin t'dən asılı qrafini. Baxıram indi burada indi nəyə? Görürəm ki, birinci halda B artır, yəni müsbət. Əgər bu müsbətdirsə, bu ifadə müsbətdirsə, müsbətlə mənfi bir-birinə dəyər olur nə mənfi? Deməli, epsilon nə olur? Mənfi. Mənfi də nə deməkdir? Yəni epsilon azalır. Azalsa onda birinci başlayacaq azalan tərəfdə, yəni bu istiqamətdə başlayacaq. Sonra burada deyib ki, deməli B bərabərdir konstant. Biz də bilirik ki, belə deyək də, deməli delta fi bərabər nədir? Bs-dir, elə deyilmi? Bir yandan da isə delta fi fi2 çıxılsın fi1, yəni fi2 çıxılsın fi1. O da bərabərdir. Deməli B2s çıxılsın nə? B2s çıxılsın nə? B1s. O da bərabər, deməli S0 olsun, B2 çıxılsın B1-ə, B2 çıxılsın B1-ə. B bərabərdir konstant, o deməkdir ki, yəni B bərabərdir konstant, o deməkdir ki, yəni B2 B1-ə bərabərdir, B2 bərabərdir B1. B2 bərabərdir B1, o da bərabərdir B-yə. Onda mən bura S0 olsun, B2'ə də yazılan B, B1'də də yazılan B. B'dən də B'nin çıxanda bu bizə verir 0. Onda S-də 0 olanda olur 0. Deməli, delta fi nədir? 0'dır. Biz də bilir ki, epsilonu mənfi delta fi bölünsün delta t'də. Əgər delta fi 0'dırsa, onda bu da avtomatik olaraq 0 olur. Yəni, ikinci halda nə olur? 0 olmuş olacaq. Yəni, ikinci halda, deməli, birinci halda belə etdirsə, ikinci halda olacaq nə? 0. Yəni, belirtilmiş olmuş olacaq. İndi buradan çəkəndik üçüncü qrafikimizi. Deməli, yenə burada yazılan, deməli, epsilonu bərabər nəyə? Deməli, mənfi Bs bölünsün nəyə? Delta t'yə. Bunu buradan bildik. İndi, əgər ikinci halda B azalsa, bu nə deməkdir? Yəni, mənfi. İndi, buradakı mənfinlə də B azalaq, buradakı mənfidir. Buradakı mənfinlə də bu mənfi toqquşanda, bu bizə verir opşun müsbət ifadə. Yəni, bu olacaq müsbət. Bu müsbət isə epsilon olur, nə müsbət? Onda epsilon olur artır. Onda ikinci istiqamətdə epsilon olacaq müsbət. Yəni, bu. Deməli, birinci hal budur, ikinci hal budur, üçüncü halda nədir? Budur. Onda buna uyğun olan biz qrafik götürmüş olacaq. Buna da uyğun olan qrafik hansıdır? Bizə C variantını verir. Yəni cavabımız olacaq burada nə? C variantı. İndi keçək növbəti sualımıza. Sonraki sualımızın ikinci sualında qapağı keçiş konutu sabit V bərabərdir 1 metr bölü saniyə sürətdə sahaya hərəkət edilir. Maqnit hansı istiqamətdə və hansı sürətdə hərəkət etdirmək lazımdır ki, konturda yəni indüksiya cərəyanının qiymətidir ən böyük olsun. Demək ki, gəlin biz böyle indüksiya cərəyanı, yəni cərəyan şiddəti düzsün yazarıq. I bərabərdir U bölünsün R. İndi mən buradan U bərabərdir epsilon desəm, o da belən kimci olur. Epsilon bölünsün nəyə? R-ə. İndi epsilon bir yandan nəyə bərabərdir? Epsilon bərabərdir, deməli delta fi bölünsün delta t'yə. Elə deyilmi? Onu mən belən kimci yazarım. Deməli delta fi bölünsün delta t vurulsun nə? R. Onu mən buradan I üçün belə bir düz salım. I bərabərdir delta fi bölünsün delta t vurulsun nəyə? R. Bunu buradan bildim. İndi burada delta fi bölünsün delta t nədir? Delta fi bölünsün delta t burada maqnitinin dəyişmə sürətidir. Əgər maqnitinin dəyişmə sürəti böyüksə, I də yəni indüksiya cərəyanı böyük olmuş olacaq. Maqnitinin dəyişmə sürətinin ən böyük olması üçün, deməli, halqanla maqnit bir-birinə yaxınlaşmalıdır və maqnitin də sürəti ən böyük olmalıdır. Bunu nə cür izah edə bilərik? Nisbi sürət anlayışı var. Deməli, əgər iki avtomobil əks istiqamətdə hərəkət etdirirsə, bunların nisbi sürəti daha da böyük olmuş olur. Amma əgər bunların eyni istiqamətdə hərəkət edirsə, bunların nisbi sürəti daha da kiçik olmuş olur. Onda bəlkə ki, nisbi sürətin böyük olması üçün iki avtomobil əks istiqamətdə hərəkət etməlidir. Çünki əks istiqamətdə hərəkət edəndə, məsələn, birinin sürəti 50-dirsə, birinin sürəti 40-dırsa,
Əks istiqamətdə hərəkət olanda bunlar toplanır. Yəni V1 + V2 o da bərabərdir 50 + 40 o da bərabər nəyə? 90-a. Deməli onda buradan belə bir nəticəyə gəlmiş olur ki, indüksiya cərəyanının qiymətinin ən böyük olması üçün maqnitlərin dəyişmə sürəti ən böyük olmalıdır. Maqnitlərin dəyişmə sürətinin ən böyük olması üçün bu maqnitlə bu xalqa bir-birinə yaxınlaşmalıdır. Deməli yaxınlaşmalıdır, yəni sola doğru və ən böyük sürətdə. Yəni bura yazılan V böyük. Bu tərəfə doğru daxil olsa deməli bu sol tərəfədir. Onda biz buradan sağ olan variantlar biz buradan çıxır. Yəni C, Y və D bunlar çıxdı. Qalır ən böyük qiymət. Ən böyük qiymət də burada hansıdır? 1 var, bir də 2 var. Biz buradan 2 olan variantı götürürük. Yəni B variantını biz buradan götürürük. Yəni burada canımız olacaq nə? B variantı. İndi keçək növbəti sualımıza. Son sualımızın 3-cü sualını demək. Biz ictimai çevre üzrə hərəkətə yük üzərəcək dəstə bərabər 4-3 təmin müddətində sürətin dəyişməsi modulu deyir. Hansı ifadə edir? Təyin olunur. Deməli ki, biz buradan bildik ki, periyod 1/4 sərf olan zaman bunu buradan bildik. İndi mən burada çevrəni 4 bərabər hissəyə bölürəm. Yəni T/4, T/4 və T/4 və T/4. Bunu buradan bildim. İndi 4-3 T periyodu əslində deməli 4/1 T plus 4/1 T. Deməli plus 4/1 T-nin cəbr-cəmlə bərabərdir. Bunu buradan bildik. İndi ta ki deyək ki, məsələn, cisim başlanğıcı da buradadır və bu istiqamətdə hərəkət edir. Əgər cisim başlanğıcı da buradasa, bunun sürət vektoru bu istiqamətdə olacaq. Sonra 4-3 T periyodu keçəndən sonra buraya qədər gələcək, buraya qədər gələcək, buraya qədər gəlib burada dayanacaq. Burada dayananda sürət vektoru olacaq yuxarı istiqamətdə. Deməli başlanğıc halda budur, son halda nədir? Budur. İndi mən buradan yekun sürət dəyişməsi, yəni yekun sürət vektorunu buradan tapmış olsam, V1 bu istiqamətdə, V2 də nədir? V1 bu istiqamətdə, V2 də bu istiqamətdə olmuş olacaq. Onda mən buradan yekun sürət dəyişməsini tapsam, yekun sürət dəyişməsi bərabərdir. Bunlar perpendikular istiqamətdə olduğu üçün V1 kvadratı V2 kvadratının cəmlə. Yəni V kvadrat niyə? Çünki xətti sürətlər bir-birinə bərabər olur. Yəni çünki çevre üzrə bərabər sürətdə hərəkətdir. V kvadrat bərabər nəyə? Kök altı 2 V-yə. O da delta V bərabərdir kök altı 2 V buradan almış olacaq. İndi bir də bizim belə bir düsturumuz var. MV bərabərdir QBR. MV bərabər nəyə? QBR. Yəni mavi qəbir. İndi mən buradan V-ni tapsam V bərabər nəyə? QBR bölünsün nəyə? M-ə. İndi mən buradan delta V-ni tapsam, delta V nəyə bərabərdir? V kök altında deməli delta V bərabərdir V kök altında 2-yə. O da bərabərdir, o da bərabərdir. Deməli QBR bölünsün M vurulsun nəyə? Kök altında 2. Onda cavabımız nə olacaq? QBR bölünsün M vurulsun kök altında 2. Yəni cavabımız olacaq burada nə? B variantı olmuş olacaq. Belki bu videoda fizikanın 2 blok imtihanda qarşınıza çıxa biləcək 3 vəziyyət sual vaxtı suala bir matematik bir şəkildə izah edin ki, suala daha rahat və daha ətraflı bir şəkildə başlaya bilərsiniz. Ümid edirəm ki, bu video sizə çox faydalı oldu. Əgər belə videoların davam edirsinizsə, video bəyənməyi, kanala abunə olmağı və videolara şərh yazmağı unutmayın. Hər bizi çox sevirəm. Növbəti videolarda görüşəndək sağ olun, salamatçılıqla qalın.